Nasıl esalet bu, nasıl şahşaha, hala utanmadan çekiyor kahkaha. Senin yüzünden şarap içmem daha. O bana zarar, iyi bak kendine, canıma zarar, iyi. Bulu döktü Ayhan'ı, kaşın kimi yayhanı. Bulu döktü Ayhan'ı, kaşın kimi yayhanı. Gezdim eli obanı, elde sene Ayhan'ı. Gezdim eli obanı, elde sene Ayhan'ı. Ellerini yandara kız, eyle derdime çare kız. Ay kaşı gözü kara kız, eyle derdime çare kız. Ellerini yandara kız, eyle derdime çare kız. Ay kaşı gözü kara kız, eyle derdime çare kız. Gel zülfünü töküze, kurbanam şirin söze. Gel zülfünü töküze, kurbanam şirin söze. Katil Ermenistan! Katilsiniz! Teröristsiniz Ermenistan! Dur oynasam da. Niye uzaklaşıp biz gözlerden uzak izlerdik? Niye ölmüşük bütün ümitlerimizle izlerdik? Bizi reddedir dünya hiçbir şekilde istemedik. Dönme gittik izden git. Bir beni sev, Yoluna gülleri dökeyim. bir beni sev, Senin için canımı veririm. bir beni sev. Senin için ölüme. Bir tane bananla, iki tane de kiviyle. Çok güzel bir menzeredir. Gelirim kaça kaça. Sen oy Gülsüm. Çok sağ ol Gülsüm. Allah razı olsun. Blokada ben ne değil de. Ayıp olsun. Bak söz söyleyin. Zarafat değil. Zarafat bir kırağa. Gülsümcik çok sağ ol yüreğim. Aşkım Gülsüm çok sağ ol. Çok sağ ol. Dağlar oğlu dağlar, dağlar oğlu dağlar, dağlar oğlu dağlar. Düşmene bir dertli, dağlar oğlu dağlar, dağlar oğlu dağlar, dağlar oğlu dağlar. Leyla Gürcüstanda yaşayan Azərbaycanlı trans qadındır. O bu il dekabr ayında Braziliyada keçiriləcək gözəllik yarışında Azərbaycanı təmsil eləyəcək. Ben Leyla Osmanova, 30 yaşım var, Azerbaycan'da doğulmuşam. İdmanla məşğul olaram, en çok sevdiğim idman növü voleyboldur. Heyvanları çok sevirəm, itlərim var. Ben 1-2 ay bundan önce internette baxanda gördüm ki Braziliyada 2024-cü ildə Braziliyada Miss International tranşı olacaktı. Ve onlara mən müraciət elədim. Ve ben de fikirləşdim ki, niye de olmasın? Çünkü Kafkazda ancak Gürcistan iştirak edip orada ve Ermenistan. Bizim Azerbaycan'da hiç haklı olmuyordu. Bunun nedeni niye de olmasın? Çünkü burada öyle bir kebaret bir şey yoktu. İnsanların fikirleri sırf Fransızlar hakkında bence değişilmeliydi. Çünkü biz de bu cemiyetin bir parçasıyız. Biz de bir beynəlxalq yarışlarda ülkemizi şeref ve layiqiyyətlə temsil etmeye hazıram. Ben de hazırlığımı aparıram. Maddi cəhətdən biraz yüksek olsa da ama niye de olmasın? Yarışmadan gözlentim düzdür, galip olmak istəyərdim. O potansiyalı özümdə görürəm. Olmasam da belə Braziliyada tanıtıracağım ki bizim ülkede de var translar, которые beynəlxalq yarışmaya çıkmaya hazırdılar, ülkemizi temsil etmeye hazırdılar. İsmail'e gönül verilmez, verilse de nazı çekilmez. Saçını sağ taramış, havasından geçilmez. Oh yeah, İsmail! Muhtarım nereye diyorsunuz? Sular mı kesildi yoksa? Evet canım, sular kesildi ya, köyde su kalmadı ya. Ne yapayım, ben de su getirmeye gidiyorum hasta hasta. Git. Yani saçlar bu şekilde yığıldı harda, düşünün ki öz saçınızdır bu. Bu şekilde saça keçir ve çok rahat şekilde saçda sabit kalır ve qətiyyən baştan çıxmır ve əlbəttə öz saçlarınız da onun içinde ideal şekilde kalır. Yani qeyd etdiyim kimi hər uzunluqları, hər qalınlıqları var. Buyurub müraciət edə biləcəyiniz və çox rahat istifadə edə biləcəyiniz bir məhsuldur və bu şekilde saça artıq uzunluq verir. Yani siz bunu düşünün, saçınızı buradan da taxa bilərsiniz.
Buradan 2 dənə də taxa bilərsiniz və əlbəttə saçlarınızın ucundan taxıb uzunluq verə bilərsiniz. Hər rəngləri var, hər uzunluqları var. Əsas siz rahat şəkildə bu saçı alaraq həm münasib qiymətə, həm də ki, çox rahat istifadə olunacaq bir məhsuldur, yəni ki bu. Siz aldınız və bunu taxdınız. Yəni ki, qətiyyən süni saçda bilirsiniz ki, bunun effektində olmur. Nə qədər göstərsələr ki, digərlərinin saçları qatqı götürür, yuyulur. Yəni onun materialı insan saçı olmadığı halda parça olur onlar. Bunlar isə tamamilə insan saçıdır. Başda qətiyyən heç nə bilinmir və əlbəttə ki, uzun ömürlü istifadə edə bilərsiniz. Rahat bunu alıb, siz həqiqətən də 10 il, 15 il istifadə edə biləcəyiniz bir məhsuldur. Tam keyfiyyətli və garantili məhsul. Buyurub müraciət edə bilərsiniz, əldə var. Транс – это который у него парик на голове. Бывает макияж, бывают сиськи, бывает жопа. Вот это транс. А эти чушки азербайджанские, они не понимают. Транс – это транс. Транс. Что? Ne olur? Ne olur? Heleçleri trans dediler. Çuş da sen boynunu yere sokun sen. Bırak. Haramdan transat, harasından, parik takmışam, yoksa memeş takmışam özüme. Хватит, да. Транс. Транс. Эти те люди. Ребята, ко мне пришло предупреждение. Ребята, все максимально стучим по экрану. 220 человек. Все максимально, все максимально стучим по экрану. Ребята, пожалуйста, дарим подарочки. Присылаем смешные смайлики. Обязательно. Обязательно, ребята. Предупреждение о нарушении. Хорошо, будем тихо так стоять и молчать.